Həyatınızda müxtəlif dramatik yalan və oyunlarla günahkar hiss etdirən kimsə varmı? Əgər varsa, biz bu insanları zəhərli, yəni toksik insanlar adlandırırıq. Onlar sizi manipulyasiyaya məruz buraxır, üzərinizdə daimi kontrol qurmağa çalışır. Zəhərli maddənin bədəni xəstə etdiyi kimi toksik insanlar da ruh sağlığını zədələyir. Narsistik meyli olanlar, qurban rolu seçənlər, duyğu olaraq yetkinləşməmiş şəxslər, daim neqativ olub enerji adaldan insanlar toksik davranışlar göstərə bilərlər. Toksik davranışlar göstərmək həmişə pis insan olmaq demək deyil. Çox vaxt bu insanlar da yardıma və dəyişməyə ehtiyac duyar. Amma birinin dəyişmə ehtimalı sizin əziyyət çəkməyə davam etməyinizə bəhanə olmamalıdır. Bir münasibətdə yorğun, günahkar, əksik, ürkək hiss edirsinizsə, necə deyərlər, tikan üstündəsinizsə, bu münasibəti gözdən keçirin.